Hərbi xidmətdən qayıdan gənc bir oğlan taksiyə yaxınlaşır və deyir, xala, məni apara bilərsiniz? Qadın dönüb baxanda görür ki, öz oğludur və sevincindən heç bilmir neyləsin, oğlunun boynuna sarılır, deyir, oğul, sən sağsan? Deyir ki, hə, ana, nə olub ki? Deyir ki, bəs mənə sənin yoldaşın dedi ki, sən həlak olmusan. Deyir, yox, bəs sən niyə burada belə taksi sürürsən, evdə deyilsən? Deyir, bala, sən getdikdən sonra sənin yoldaşın öz yoldaşlarını yığıb, öz keyflərinə, eş-işrətlərinə baxırdılar. Mən onlara mane olurdum. Onlara qarşı çıxırdım. Ona görə sənin yoldaşın məni evdən qovdu. Dedi ki, sənin oğlun da şəhid olub, artıq sən də bu evdə yaşaya bilməzsən. Məni çıxardıb evdən, atdı bayıra. İndi taksi sürürəm ki, öz çörəyimi qazanım, yaşaya bilim. Oğlan dedi, ana, sən bəs yoldaşımın sözünə niyə inandın? Sən bilmirsən ki, əgər mən şəhid olsam, mənim meyidimi evə gətirərdilər. Deyir, bala, dedim mən oğlumun meyidini görmək istəyirəm, nə demək istəyirəm. Mənə dedi ki, sənin oğlun xaricdə olduğuna görə orada şəhid olub, elə orada da dəfn eləyiblər. Daha onun meyidini evə gətirməyəcəklər. Dedi ki, ana, gəl gedək onda evə. Deyir, yox oğul, mən o evə gedə bilmərəm. Sənin yoldaşın məni evə buraxmaz. Deyir, necə yana buraxmaz? O ev sənin evindir, sən o evdə qalmalısan, gəl gedək. Anasını götürüb gəlir evə. Və yoldaşını səsləyir, yoldaşı çıxır, görür, əridir və ona qaçıb yaxınlaşmaq istəyəndə qaynənəsini görür, əhval-ruhiyyəsi bütöv pozulur. Oğlan deyir ki, hə, nə oldu? Qaynənəni görən kimi niyə rəngin rufun saraldı? Ayıb deyir heç sənə, mən anamı sənə etibar eləyib, tapşırıb, xaricə xidmət etməyə getmişdim. Sən mənim anamı bu evdən niyə bayıra atmısan? Axı, bu ev onun evidir. Deyir ki, mən sənin anı kəndə göndərirəm ki, get kətdə yaşa yenə. Deyir, o kətdə kimlə yaşayacaqdı? O anam kətdə çalışıb, vuruşub, pul qazanıb, məni oxutdurub, böyüdüb, bu yerə gətirib çatdırıb. Axı, o bizimlə yaşayırdı. Bu evdə onun evidir. Sən nə ixtiyarla mənim anamı bu evdən çıxardıb atmışsan? Gün mən də elə valideynlərimi sənə görə atıb gəlmişəm də bura. Onlarsız yaşayıram. Sən də valideyn anı kəndə göndərsən nə olar ki? Deyir, sənin ananın başqa oğlu qızı var, onlarla yaşayır. Mənim anamın məndən başqa heç kəsi yoxdur. O mənsiz qala bilməz. O mənlə birlikdə yaşamalıdır. Ona görə sən öz şey-şüylərini yığışdır, bu evdən çıx getginən. Bana görən qadın deyir, yox oğul, sən mənə görə ailəni dağıtma ginən. Deyir, yox ana, o özü bunu haqq eləyib. O özü bu hərəkəti ilə bu varianta işi gətirib çıxardıb. Ona görə onun bu evdə yaşamaq haqqı yoxdur. Qıza deyir ki, şeylərini yığışdır, evdən çıx getginən. Nə zamana ki, mənimlə, anamla yaşamağı istəməyəcəksənsə, bu evə qayıtma. Əgər anamla yaşamaq istəyirsənsə, bu evə qayıdarsan. Əgər qayıtmaq istəməsən, mənə xəbər eləyərsən, mən boşanmaq haqqında kağızlarımı göndərərəm, imzalayarsan.
Deyir ki, sən anana görə məni bu evdən çıxardırsan. Deyir, bəli, mən səni anama görə bu evdən çıxardıram. Və yoldaşını evdən çıxardıb göndərir. İndi oğul anasını müdafiə etdi. Öz yoldaşını müdafiə etmədi. Həyatda belə hadisələr çox olur. İndi bunlara rəy vermək, haqq qazandırmaq qalır sizin öhdənizə. Sizin fikir və rəylərinizi gözləyirəm ki, bu hadisəyə öz fikirlərinizi bildirəsiniz. Oğlan düzmü hərəkət elədi, yoxsa yanlışmı hərəkət elədi? Diqqətinizə görə sağ olun, var olun.